getdi, döyüşdü, qəhrəmancasına şəhid oldu və həmin torpaqlardan mənə torpaq göndərərdi. Oğlumun yəni azad etdiyi torpaqlardan mənə göndərdiyi hədiyyəsi bunlardır. Bu torpaqdır və bu da mənim üçün hər zaman dəyərlidir, əzizdir. Torpaq. Uğrunda minlərlə qəhrəmanın döyüşüb şəhid olduğu torpaq. Onların arasında Nicat Nəsibov da var. Torpaqlarımızın işğaldan azad edilib, dövlət suverenliyimizin tam bərpa olunması istəyi onun taleyini hərb sahəsinə bağlayıb. Ali hərbi təhsili alaraq zabit kimi xidmətə başlayıb. Nicat həmişə hərbiçi olmaq istədiyini bildirirdi. Nicat vətənimizin bir gün azad olmağı gününü həmişə arzulayırdı. Həmin günü qismət oldu və prezidentimizin dəmir yumruqları altında Nicat da o döyüşdə iştirak etdi. Nicatın özünün arzusuydu, işğal olmuş torpaqlarımızın azad olunmağı, vətən uğrunda, vətən yolunda qəhrəman olmağı özünün arzusuydu, arzusuna çatdı. Onun özünün arzusuydu Nicatın uşaqlıqdan ki, hərbiçi ola, işğal olunmuş torpaqlarımızı azad eləyə, yəni vətənə layiqli bir övlad ola. Arzusuna da çatdı. Döyüşlərdə qəhrəmancasına iştirak elədi və ən yüksək zirvəyə, yəni ki, şəhidlik zirvəsinə yüksəldi. Nicatın qardaşı Zabit Nəsibov da hərbiçidir. Hər ikisi vətən müharibəsində iştirak edib. Qardaşına zəfər gününü görmək nəsib olsa da, Nicat Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Məktəb vaxtında danışırdı ki, mən qəhrəman olacağam, igid olacağam və gələcəkdə vətənimizi bütövlüyünü təmin etməyə mən də iştirakçı olacağam, kömək eləyəcəm və bu yolda o da 27 sentyabrda olan döyüşlərə qoşulur və 18 oktyabr müstəqilliyimizin bərpası günündə şəhid olur. Şəhid leytenant Nicat Nəsibov haqq savaşındakı şücaətinə görə ölümündən sonra vətən uğrunda cəsur döyüşçü, Cəbrayıl, Xocavənd, Füzuli rayonlarının azad olunmasına görə medalları ilə təltif edilib. Məmməd Nəbiyev, Elmar Qasımov, Lalə Allahverdiyeva, ASTV Xəbər.